Söyle. Qismət, gələn ay işığın pulunu özün əlbəl verirsən. Bu ay pulunu mən əlbəxə verdim. Taliyə zəng gəlir. Tali! Ay Tali! Götürmə, hava götürsən. Alo. Bəli. Bəli, həmin nömrədir. Yo, Musa müəllim deyil. Nömrə həmin nömrədir, Musa müəllimin nömrəsidir. Allah bağışlasın. Boşa düşmədim. Nömrəni düz deyir, Musa müəllim istəyir. Arzu. Mən telefonuma sən gəlib Musa müəllimi soruşan olmuyor. İndicə zəng elədilər. Dedim Musa müəllimin nömrəsi deyir. Sənin başın xarabdır. Sən nə vaxt çıxımına gedəcəksən? Musa müəllim. Kimlə məsləhətləşsən? Alo? Salam eləyik qardaş. Bəli, Musa müəllimdir. Yo, bu saçlara katibəm götürüb səçki yolu eşitməyib. Görürsən xətlərdə indi hər cür şey. Hə. Amma canə ayıb olar. Səndən bir şey soruşum. Bu məsələni siz razılaşa bildiniz? Demama canə? Qardaşıq. Qara. Şeydir, bu pul məsələsinin belə şey çıxmazdır. Hə. Yo. Mən açıq deyirəm, mən bank yolundan, aynı poş yolundan əlbəl pul götürməyi, pul verməyi sevmirəm. Hamısından səviyyəli, qəşəcə. Gətirirsiniz qəbirstanlığa, dediyim qəbir başdaşının altına pulu qoyursunuz. Mən gecə 3-4-də gəlib pulu götürürüm. Mal da ayıb olur, 3 gündən sonra gəlib malınızı götürürsünüz. Mamacanı, ləfə memziyə gəlirsiniz, soruşursunuz Musa müəllim. Mən də qaçaraq dırırıq, düşürəm qarşınıza, sizin malınızı verirəm ki. Mən də sənə qaldan al. Haca, ünvan şeydə Xırdalan qəsəbəsi, ləfə MMC. MMC də qardaş, Musa Mamacanı. Mamacanı. Hadi gözləyirəm, qadan qalım. Pul məsələsində də geyişdirmə. Sən ananın canı üstünə ciddi düş. Öpür qardaşım. Alo? Can Akif sağ qırma. Hə, mənəm Akifdir. Ölümün görü. Nə əqqabı? Hə, əqqabı, kamazlarla gəlir. Yoldadır, ayıb olar. Ölümün görü. Şeydir, pul məsələsini nətər eləyək, qardaş? Yox, mən sana deyim də, qardaş, mən o yaraşmaz, mən o səviyyəm var. Qəbristanlıq variantı mənim ağlıma batmır, qardaşımıza. Əlbəl hamısından təmiz. Sən ölümünü görüb, işin üstündə düşün. Akif sağ qurban. Vəfa, bu gecə sən yatandan sonra mən yatmadım. Bütün gecəni sənə bir şeir yazmışam. Bəxtə var başım. Əgər bir gün mən qarşına çıxaraq sevdim desəm, inanmazsan, eləmi? Ürəyimi oddan oda yaxaraq, yandırmaqdan usanmazsan, eləmi? Özüm durub, öz bəxtimə güləndə, kədərimi ürəyimlə böləndə, ümid də sona yetib öləndə, gözün açıb oyanmazsan, eləmi? Nətərdir Vəfa? Heyif əziyyətindən. Gərək gecə yataydım.
və pis də alınmır. Yəni bizim mətbəxdə pis alınmır. Amma onun mən bilən qədər, özümə görə, bildiyimə görə, yəni iki formasında mən o pişirmişəm. Bir onu bilirəm. Ne oluyor lan? Ay, neyinirsiniz böyle? Bilirsiniz, ben izledim sizden. Siz dün gece yatandan sonra ben yatmadım. Geldi. Tabim geldi. Bir şiir yazdım. Okuyun mu? Okuyun mu? Buyurun. Ama çöğlenmeyin karşıyla. Boyun büküp ben karşında duranda senin için min bir hayal kuranda dayan seni diremiyorum da dayan deyip bahane uyduranda yolun gelen dayanmazsan İrem'i dayanmazsın. İrem'i Ne oluyor kardeş? Ne yaxşı yatmamışsınız. Geceleri oyak kalanda ha, beni çağırın gelip bir yerde yazaq. güzeldi. İsmət. Bax. Yaxşı da. İsmət. Bəsdir də. Gerçekten olsa bile bile yüreğimi kıracaksın. Gəlin demək. Gəl. Tale. Ay Tale. Zəng gəldi. Alo? Bəli? Zimistan? Zimistan. Yok kardeş, Zimistan olmağına Zimistan'ım. Ben prosta fikirləşirəm hansı Zimistan'ım. Piraşki Zimistan. Həqiqətən belə kakras xamir yoğururdum. Droji ver. Ha, hadi. Ha, ayıp olar, ha kişi. Ha, hazır da kişi. Bunu qəbrə qoyasan. Ağlaşma bax, gedək şeydən, ha. Hadi. Ha, kardeş, o pul məsələsini bu... Bildim. Mən o balaxanın zivilliyini eşim eləmişəm. Sen konkret hansı yeşiğin altına koştun? Sen Alo. Bəli. Aha, bir dəqiqə. İsti tez bunu yaz. Bu gələn həftənin qəzetinə çıxmalıdır. Gəl, qeyd elə. Eşirəm qardaş, bir deyin, tələsməyin. Aha, Sabunçu rayonunda 5 otaqlı ev, parket pol, patolog alçıpan. Suyu, qazı, işığı daimi pastayanlı. Qapılar qoz ağacından, aboy finski, unitaz çeşdi. Kupçalı, 2 mərtəbəli villa. Tez elə bunu yaz gələn həftənin qəzetinə çıxmalıdır. Ay qızlar ne içiyordu? Cəmaatın evi yanır, yanır. Bunu qeyd eləginən, altda da qeyd eləginən ki, yanğın söndürənlərdən xahiş edirik, təcili tədbir görsünlər. Cəmaatın evi yanır. Çox. Gələn həftənin qəzetinə çıxmalıdır. Bəli qardaş, arxein olun. Təcili surətdə bunu gələn həftənin qəzetinə çap edirik, bir həftədən sonra dəqiq cavabı gələcəksiniz. Təcili tədbir göndərəcək. Oldu. dedim. Sonra deyirlər, taliyə borcu qutarmır. Bu boyda pulu hara xərcləyir, hara verir. Alın yazısından qaçamıram da. Dedin lazım Niyə deyil. İtalya? Nə olub? Nə məsələdir? Heç nə, zibilə düşmüşəm. Gəldiyim yerdə, maşınla, yolda getdiyim yerdə gördüm arxadan bir dənə Range Rover yüksək sürətlə hərəkət edir. Mənə çat-çatda Danli Bilişin elədi ki, yol verim ona. Mən də özümü itirmədim də, risk torumuzu basmışıq, o bu maşınıma arxadan girsin, bir 400-500 halal zəhmətimizdən 500 qəp pul qazanaq da, nə?
Məni görüb bir profesional şoför çıxdı. Qurban oğludur. Riski. Belə keçməm qabağıma tormuzu bas. Özümü saxladım, maşın saxlayamam. Niyə? Maşın tormuzu yoxdur, nə? Maşın qarışıq girdim bu bagajına. Dedim 4500 lira düşərəm. 4500 ziyana düşdüm. Allahıma nə yazılıb o da olacaq. Yalan yazdım mən qaçam bura. Oldu. Oldu kardeş, oldu. Sağ ol. Dayı, hadi. Bir de teze sponsor tapmışam. Klinikadır. Ha, istəyirlər ki, öz reklamlarını bizim qəzetimizdə yerləşdirsinlər. Nə klinika de görməliyəm. Elə bir şey dayı, o klinika ancaq sünnət işinə baxır. Lap yaxşı, problem yoxdur. Qiyməti neçə danışdın onun? Demək də qiymətində bir razılaşmamız belə oldu ki, barter, yəni başa baş. Başa baş? Hadi. Başın itib sənin. Sünnəti mən nə ilə barter eləyim? Axırıncı sünnət bunun oğlunun sünnəti idi. Onda 2 dəfə orucu, 2 toy eləyim. Neyini də öyle danışdın? Bu da bunun mənə gətirdiyi xeyir. Bax şey bundan sonra sabahdan hər işçiyə sabaha 2 dənə reklam gətirirsiniz. Mənə heç bir dəxli yoxdur. Ay, o kranafikə deyin ki, bu binanı yox, o biri binanı dağıtmalıdır. Dayı, pardon, koyma dayı. Bilirsən Nobel, məni evdən başqasına ərə vermək istəyir. Qərəteli dərk ola bilməz. Bugün elçi gedirik, bir həftədən sonra toyumuzdur. Nobel, toydan sonra balayına Antalya gidəcəyik. Bal ayına, bal ayına. Mən küfər qırmaz, sən Antalya'ya gidik, içirsən bulvarda gəzirik. Nobel, siz istəyirsiniz ki, bizim neç uşağımız olsun? 2 qızımız elə bəsimdir. Doğrudan ay qız, dünən mən tez yatdım. Nisa'nın toyu necə keçdi? Danışma. Ay qız, toyun qızğın vaxtında Nisənin sevgilisi gəldi, girdi içəri. Bir şillə Nisəyə, bir şillə Nisənin atasına, bir şillə də fotoqrafa. Sonra da getdi oturdu beyin yerində. Dedi, bura mənim yerimdir. Bəs bəyliyi nədir? Az belə üzük də, içi piyanolu. Götürüb qız elini şilləliyib. Oradan da qismətdən qaçmaq olmur Rahat Ali. Təmiz ziyanla çıxmışdım da çölə, düzdür? Xeyirlə qayıtmışam tala. Bu qarşıdakı binanı sökmürlər. Oranı uçurdan fəhlələrə kaskla satacağıq. Necə yanır? Heç elə bil bu işdə dünəndən işləyirsə. Bax, material əlimizin altında, qabiliyyət də əlimizdə. O belə kaska. Bundan sonra istəyir kubik düşsün, istəyir kərpiç düşsün. Heç bir qorxusu yoxdur. Vəsə. Belə yerdə dahi Fransız Bonaparte Napolyon çox gözəl buyurur. Görün xəstə yatağında qızdırmadan çırpınarkən bu adamın ağlına nə cür sözlər gəlib. Un demi-gilers, une maison, vers le mergeson, ne trente. 39, j'adore Merli, et je me ressens yani gözəlliyi 10'dur, 9'u dondur. Pasivar müəllim, bunun bu söhbətə nə aidiyyatı var ki? Çox gözəl dəxli var. Deyirəm, bu adam xəstədir, bu adam ölüm yatağındadır, qızdırmadan yanır, ağzına gələni danışır. Amma burada çox gizli bir məqam da var. Axmaq söz deyil bu. Burada gör nə deyir? Gözəlliyi 10'dur, 9'u dondu. Dondu, Moskva ətrafında 9'u dondu, biri dala qayıtdı. Heç bilirsiniz bu nə deməkdir? Napolyonun ölümünə səbəb məhz bu hadisələrdir. Öndəmi, Jümərli İslam'a insan dolaşır olasın. İclasdadır. Sonra gəl. Amma vəziyyət düşündüyünüz qədər də acınacaqlı deyil. Dayı, vəziyyətimiz düzəlir. Yox, ağıl almaz zibilə düşmüşük. Zibil də satılmır ki, işimizi bilir. Nə zibil, Hans var mənim? Zibil də zibil. Zibil satılsaydı, indi Balaxanadakı zibilliyi un verməyə döndərmişdi.
Sən fırsın, bildim. Sən onunla birləşmə. Onsuz da başa düşməyəcəm. Bu hörmətlisinin nədə heç başa. No. Au, au. Oğlumuz olsa adını nə qoyacaqsan? İntiqam babamın şərəfinə. Niyə? Babama söz vermişəm, əhd eləmişəm. Bəs birdən qızımız olsa? İntiqam. Fərq yoxdur. Babamızın adı nə idi ki? Əmraslan bəy. O gün mən də Talehin qohumunun toyuna getmişdim axı. Hansı o? Firuzə xalanın oğlunun toyuna. İnanırsan, Firuzə xala bütün toyu ayaq-yalın oynadı. Az yaxşı. Əhd eləmişdi. Hə, borc eləmişdi. Niyə? Yazıq Talih kimi batır borcun içində. İnanırsan, ayaqqabılarını da satıb ki, oğluna toy eləsin. Talehin nəslində bir fərqli adam var sonra. Gizir oğlu Mustafa bəy, bir bəyin oğlu, zor bəyin oğlu. Gizir oğlu Mustafa bəy, bir bəyin oğlu, zor bəyin oğlu. Nə yaxşı keyfin var, hə Talih? Hadi. Keyfin kökdü deyirəm. Allah'a qurban olum. Adam işi gətirəndə yatırır. Prorabın oğlu yox idi, Mustafa. Tutdular, bastılar, 14 il getdi içəri. 400 manat pulda borçlu ondan getdi içəri. Nə batan, nə çatan. Biz Allah qurban olum, amma istəyəcələr düşməsə, yaxşı olacaq. Gizir, gizir, gizir oğlu Mustafa. Oxuyuram, oynayıram. Amma cibimdə bir qəpik pul yoxdur. Talih, Hacı. ala. 10 qəpikdir. Bir də demək ki, bir qəpiyim də yoxdur. Esya. Biraz da elə bir söhbətdir ki, işimə deyəmirəm, bir dənə qardaş yanatdınız. Mən artıq 30 yaşıma çatıram. Oğlumun 6 yaşı var. Ləyaqətim sızıldayır, burası. Bu boyda kişinin cibində 1 manat pul nədir? 1 manatım yoxdur ki, mən gedim bığımın böyrünə kant koydum. Belə, nə bilim ya. Talih. Hadi. Ala bir manatı götür. O həftə. Bu söhbətidir. Bu söhbətini görə bağışla, anam bana. Ay qızmən. Hə, iştirəm. Bir sən maraqlı nə gəlir? Bax, buradan çıxdım, mən getdim. Yolda qabağımı 2 nəfər kəsdi ki, cibində nə var ver? 5 manat ver. 5 manat çıxar, 1 manat 10 qət verirəm. 5 manat nədir? Hələ mənim cibim 5 manat görürsünüzsə, 5 yerdən deşiriz. 5 manat nədir? Mən hələ 5 manatım yoxdur. Talih, ala bu da 5'lik. Götür. Biabır olma qabağını kəsənlərdən. Sən indi bir dənə sual verəcəm, sən başa düşəcəm. Qardaş yəni sual verirəm, prosta düzcə məni başa düşür. Məni qoy öz yerinə, özün mənim yerimə. Eşitəm. Prosta sual verirəm. Sən bilmirsən, bu 100'lük nə rəngində olur? 100 manat. Hələ mən anşıra bilmirəm, o nə rəngində. Görmək. Heç bilmirəm, necə deyimiz? Nə olur? Tanıram deməyə. Nə olub axı? Axşam Nobel. Nə? Bizə elçi gələcək. Nə? Elçi gələcək. Nə? Çay baba? Sən nə danışırsan? Nə? Çay baba? İndikili oğlanlara inanmaq olur? Bəlkə səni aladım. Otur, geç otur. Bir soruş öyrən gör kimdir, kimlərdəndir, nəçidir, ev eşiyi varmı, nə işləyir? Elə Nobelin özünə tapşırmışam ki, araşdırsın, görsün kimdir, kimlərdəndir. Siz Talih ilə qismətə zəng eləyin ki, özləri mütləq elçiliyə qədər çatdırsınlar bura. This number connected at the moment. Please call later. Bu nömrəyə zəng çatmır. Talih. Telefon da söndürülür. Mənəm.
Hadi sən 100 dəfə deməmişəm, mənə nizvesindən zəng eləmə. 100 dəfə deməmişəm. Hə, nə olur? Nobel müəllim axşam mamaya elçi gəlir. Qız razıdır, Hə. oğlan razıdır. Hə. Mən hələ razı deyiləm. Mən hələ heç nə deməmişəm. Gözləyin özüm gəlib həll eləyəcəm. Yaxşı? Ay mama, Talih elə soyuq danışdı ki, özü dedi axşam gec gələcəm. Cəhənnəmə gəlsin. Qismətə zəng Qismət, Hay onu. hardasan? İşte. Mama elçi gəlir, tez gəl evə. Hay. Həmrim. Talih onu. Talih maşınla gəl. Ne oldu ki? Axşam Nobel müəllim mama elçi gəlir. Necə yəni? Ömrüm, küçədə cəmaat nə deyir? Ay. Düş qabağıma. İndi başa salarım cəmaatı. Yox. Lap yaxşı. Mənim adımdan hər iki gənci təbrik elə. Deyirəm ki, Xansvar olaraq xoşbəxtlik arzu edir. Ancaq xoşbəxtlik. Hə, xoşbaxt olsan qazanım. Allah qoysa ayın 24-də toydur da yəni. Çox heyf ki, mən toya gələ bilməyəcəm. Ha, çox pis oldu. Görsəm yaman pis oldu. Eyb yox, pul yollayarsan, eyb yox. Nə olar? Sənin adına yazılar. Hə, mən toya gələsi oldum. Toya gələcəm, vaxt tapıb birtər gələcəm. Şadlıqlarda görüşürük. Sənsin olsun istəyəm. 12 Martda belə getdi. 12 Mart. Da nə olur? Niyə evlənmirsən? Nə vaxta qədər belə subay fırlanasın sən? Sənin üstündə Nobel də ailə həyatı qurdu, Ceyran da ailə həyatı qurdu. Dayı evlənəm. Bax, evlənəm dayı, amma birinci oğlan toy eləyirəm. Və qız kimdir? Qız yoxdur da. Fikirləşirəm ki, dayı, oğlan toy eləyim. Oğlan toyundan pul yığım dayı. Daha əlimdə pul olandan sonra hansı qız mənə gəlməz dayı? Böyle cür təsəvvür edim, pulum var, hansı qız mənə gəlməz? Ayıbdır. Hə, niyə ayıbdır axı? Niyə olmaz axı? Başa düşmürəm mən səni. Ay Tali, ayıbdır. Ay, nəyə ayıbdır? Sən niyə çıxımına getmirsən? Ay Tali, tutalım ki, bunlar evləndi. Hə. Sabahlarda bunların bir dənə oğlan uşağı Ha. olur. Düzdürmü? İndi mənim qızım Pərdədə götür o uşağı oynadır. Aha, Düzdürmü? ha. İndi mən də qızıma nətər başa salım ki, abala, o qucağındakı uşağı ehtiyatda oynat. O sənin dayındır. Hə, mənim uşağım əmi deyə bilir, sənin uşağın dayı deyə bilmir. Ha, dedim, çıxımına Bir getmək lazım. dəfə nələ... Çıxımına getmək lazım. Mən elə onu deyirəm. Mən elə onu deyirəm. Get sən, gəl. Gəl sən. Gəl. Gəl, ver. Ne?
Hoş. Deyirlər, o yenə peyda olub. Nə? O əjdaha peyda olub. Hardasa peyda olub, hamını udur. Nə əcdaha ki? Əcdaha nədir? Şey, o bəyin oğurlanması kinosu yadıma düşdü. Şirin gülməli. Mən... Hə? Onun... Ölümü... Çıx get sənə dedim. Mən səndən heç yerə getmirəm. Sən get elə bulvarda o qızlarla gəz. Yaxşı deyirsə. Getmirəm də dedim, nə yaxşı. Getmirəm. Yaxşı, indi əsəbsən. Peki səni yola salım, sonra söhbət edərik. Getmirəm sənə dedim, Murad, çıx get. Məni məhəbbət yola salacaq. Məhəbbət kimdir? Ay dünya buna bak ha, məhəbbəti tanımıram. Bu ağzının üstündən. Kız dedim məhəbbət ötürəcək, deməli məhəbbət ötürəcək. Başa düşdün Murad, ha? Məhəbbə. Məhəbbə. Qorxma mənəm, həsrətdir, dur. Mən niyə oyatdın ha? Gül kimi xəyallarda Muradı döyürdüm. Dur. Nə gül desən, hə sən? Oy deyilsən. Sən niyə ağqara giyinibsən? Ağqara da öyle, sarı, boz, qırmızıdır. Ay dünyana bak ha, dünya gözümə çorunu belə görsənir ha. Murad getdi. Hə, isyan apardı. Sən öldün ha, o nədir? Bura bax. Hə. Sən bir dənə mənə su gət də. Hə, gözlə, amma yatma, bir dəqiqə gətirin. Gözlə. Oy. Ay, ağzım ərdi, ağzım ərsin. Qoyarsın ağzına. Üzr istəyirəm. Sakitlikdən ürəyim darıxdı bir bələcə şeylə. Təkrarçılıq olmasın, deyirlər o əcdaha ciddi surətdə peyda olub. Nə? Deyir, at ölüb, itlərin bayramıdır. Aha, atan rəhmət. Bak görsən ucuz söhbəti gəlsin. Aha. Deyir, it hürər, kəran kəşər avara. Deyir, iti yəsə görə hörmət edərlər. Deyir, eşək bizdə getmə. Deyir, qatır nə atdır, nə eşəkdir. Aha. Deyir, Zoologiyadan saat 5. Özlərində çalışırsan. Prosta bayaqdan tövlədən çıxamırsan. Bellək də, saqqal. İşimiz gücümüz var da, burada meymun oynatmır. Gedim. Konkret xeyir ola bizim qapıya gəlsən. deyir, qanana milçək sazdır, qanmayana zurda qaval da azdır. Sev. Deyir. Mən tuttum. Əslində mən o at eşək söhbətindən tutmuşdum. Prosta dəqiqləşdirdim. Siz Ceyran xanıma elçi gəlmişsiniz. Düzdür mü? Necə deyərlər, biz anasına baxıb qızını almışıq, indi siz də qızlarına baxıb anasını
Alırsınız. Öpürəm. Nəhayət ki, bir-birimizi başa düşdük. Başa düşdük amma hələ qaranlıq bir iki dənə şeylər qaldı. Əsas məsələyə keçək də, yəni konkret. Ne oldu, nətər oldu, dalaşdınız? Yadımda deyil, bizə şey yadımdadır ki, mən içəri girdim. Eysə, fikirləşdim ki, bu axşam mamam gəlir sizə elçi göndərim. Yox, məhəbbət. Lazım deyil. Başa düşmürəm, sən mən mamamla danışıbsan. Nədir ki? Mamam da həmən sözlər deyir. Qulaq as. Bu nədir? Məhəbbət sənə bu axşam yatmayıb gör nə şeir yazıb. Məhəbbətin könlü daşa dönsə də, yağışlar gözümdə yaşa dönsə də, yəqinim çevrilib kaşa dönsə də, inadından usanmazsan, eləmi? Elə məhəbbət, elə. Gör, sənin adına deyirəm, şeir yazmışam, hələ ardına bax. Muradın məhəbbəti tükənməzdir, bitməzdir. Murad söz dedisə, o sözündən dönməzdir, ölməzdir, nətərdir. Məndən beşimə də sarış qalmışsın, əlini sən görmə, ha? Murad, ay dünya, her kimin əlindəyim, ay dünya, buna bak, ha? Yatağı heç nə yadımda deyil. Bir yaxşı tutalım sana. İstəyirəm həsrət. Oppanım göydə 3-4 dəfə belə fırlanım, Muradın çənəsinin altından bir dənə təpik qoyum. Vur da, nə gözləyirsən, vur da, canımız qutarsın, vur. Fırlanan kimi, biraz fırlanan kimi ürəyim bulanır, başa düşsən? Yaxşı, dur, dur canım. İndi bunların hamısı... Yaxşı, indi siz mənə deyin görüm, Ceylan xanıma qarşı fikriniz ciddidirmi? Olar. Ciddi deyəndə ki, lap olsun ciddi. Laf olsun ciddi da ki, bu reaksiya deyil, alınmadı, partladı. Bu söhbət partlasa, sənin başında partlayacaq, anladın? Başa düşdün? Konkret fikrin gedir, zaten. Tamam ciddi, lap ciddi. Lap ciddi. Təmiz. Bir də... Tez yoxdur, bir dənə bacanağımla, böyük bacanağımla məsləhətləşim. Böyük yeri var, kiçik kəş. Cəbidən keş oldu. Qardaş, zaten nə məsləhət görürsən? İşin tutar. Qismət, sən evə cöyərti aldın? Hə, almışım, hamısını almışım. Cöyərti, yəni bu şey... Narahat olma var. Bu Fərdən valideyn iclasını çağırmışdılar. Getdin ora? Sabahdır, sabahdır. Sabahdır yox, uşağın təlim tərbiyəsinə fikir vermək lazım. Yəni o sözdə düşür. Nə deyirsən? Heç nə onu şey eləmişəm. Gəl, keçdi, gəl. Tali, sən nə deyirdin? Mən böyük bacanağımla məsləhətləşdim. Biz razıyıq. Nə deyirsən? Eyvəm. Çox sağ olun. Minnətdaram. Kövrətdiniz məni. Onda qədim adət ənliyə uyğun olaraq bir dənə şirin çay çək. Hə, Ceylan xala, Ceylan xanım, zəhmət olsa bizə şirin çay gətir. Şirin çay. Axşam şirin çay neyinirsən? Arzu qəşək boş pişirib. Deyirəm adamın bəlkə bir kasa boş var. Nə deyir bir şey yesin? Gözəl. Gözəl. Belə yəni, nə demək istəyirdin? Nə oldu sən Ceylan? Gətirdim çay. Amma şirin eləmədim. Niyə? Tərs deyilirsən? Yox, nə qənd var, nə də pes o. Bunu tərsdir. Sədaq bəlkə bir boş gəlsin.
Yaxşı, şirin elə bir şirindir, vur bədənə. Elə bilim, hə? Zəhər. Bunu təminat elədi, amma zəhər... Soyuducudan getirin. Gözəl. Bir dəqiqə dayan. Yanıram, değil mi? Yandırarsan özünü. Yox, hiç yanmayır. Eyb yox. Gözlə, sən yandırayım. Şeydə, bu başlı pul söhbəti danışmamışıq, yəni şərt düşümdə kəsək ki, sonra şapılaşmayalım. Özün bilirsən ki, bizim qızımızı çox yerdən istəyirlər. Bizdə şəhərin patolog oğlanları, bunun içində prokurorlar var, bunun içində rəislər var. O gün kimi də qızla maraqlanar. Hə, Lerikdən o çoban gəlmişdi, onu deyim. Əvvəlcini mən. Lerikdən sanavatırdan qalır, basa-bas. Şeydim, bu belə hamı maraqlandığına görə qızın başlıq pulu 5000 azil, bir də Rensura birin dalmış. Yo, 5000 yo. 4800. Yo. 4650 Allah xeyir versin. Yo. Verməsin? Yox. Başa sallam. Var mıdır? Hə. Ona görə yoxsa. 4500 Ceyran. Üstündə bir dənə toplu çaydan. Ne deyirəm ki? Bax, yarısını bəri başdan bilirəm, yarısını da kreditlə ödəyərəm, bir illik. İllə də billə. Problem yoxdur. İllik 17%. Bir Allah xeyir versin, Allah xoşbaxt eləsin. Sağ olun. Din mübarek olsun, köy mübarek olsun. Gelinin gelen yolu gül olsun, çiçek olsun. Din mübarek olsun, köy mübarek. Cidden varsa bu. Life is wonderful. Cidden varsa bu. Yaxşı, mən gedim toya hazırlaşam. Toya hazırlaşam. Buyur. Sağ ol. Gel. Köhdən mod qayıdıb, mən də elçilikdə belə. Səni tələsdik. Mən hesablayıram, 3000 ziyanına verdik. Bircə həftə hövsələ eləsəydik, gələn bazara mən 8-ə 9-a verəcəkdim. Alverdə gəlir ziyanlar da sənə gətirir. Yox, tabii. Nəysə, Allah xoşbaxt eləsin. Allah xoşbaxt eləsin. Niyə burası da çox çıxımına yetdim mən bu da özüm istəyirəm. Bəs mən bilirəm nə qarışam. Toydan sonra ya xoş-xoşluqla özləri kiriyə çıxarlar, ya da zorlama parfikisinə qoyacam qocalar evinə. 05-də verirəmsə, evdə qarma. Ya da ki, 05 qarı özümdə, evdə yandıram, ikimiz də sarım küsələrə. Hadi. Yaxşı yadıma düşdü. Balam, biz evlənəndən sonra siz harada qalasınız? Harada qalasınız? Başa düşmədim. Neyi başa düşmədim? Biz gənc ailəyik, xoşbəxt ailəyik. Siz gərək bizi 5-6 ay tək bıraxasınız. Başa düşmədim, söhbət indi belə oldu. Hə? Vəbşə qızı vermirəm. Başa düşmədim. Necə? Vermirəm. Qızı vermirəm. Mən heç qızı almıram. Zorla verəsən. Başa düş, moğlu oynayırsan ha, Nobel, kulak at. Kızın adına söz çıkardırsan. Başa düştüm. Bizim namusumuzdan, geyretimizden oynama ha, Nobel. Alacaksın ha. Başa düştük alacaksın. Yok, hadi. Hansısa pirdele kadar da kısmet. Hadi. Bax, almıram. Zordan mənə qız verəsən, almıram. Almıram, ne danışıyorsun? Ne danışıyorsun? Yavru olduk. Ne danışıyorsun? Yavru olduk. Hadi daha dedim. Nobel, bu söhbətin axırı necə olacaq? Axırı nə olacaq? Bir tapanç alacağım, bir gül olar. Bir güllə dözmə. Nə? Sən ölsən mən neyniyəcəm, hə? Az, ben təpəmdən vuracağım. Kıçımdan
11 daimin 11'i axsaqdır, mən dolum 12. Bax, bunu burada deyirəm. Qismət. Nobel bu ev söhbətini çox uzatsa, gedib 2 dənə güllə alacağım. Birini öz ayağıma vuracağım, birini də o ayağıma vuracağım. Tapançanı da verəcəm Nobelin əlinə, onu şərləyib 15'e saldıracağım çarı. Sən görərsən. Məsləhətləşmişsiniz, məsləhətləşmişsiniz. Bir söz sorsanlar ki, bir... Məsləhətləşmədim, çəkdim səni bura. Dedim evə gölgə alıbsan. Dedim. Fərdənin valideyn icrası soruşdun. Soruşdum. Nə qarmalıydım mən səndən, nə qarmalıydım? Sən buna nə adəti var, ha? Nətər adət çoxdur? Buyurun. Salam aleyküm. Salam. Salam. Ceyran xanımın evi buradır. Kimin? Ceyran xanımın. Bəli, nə lazımdır? Deyir, arxadan atlandaş topuğa dəyər. Başa düşmədim. Olsun şöyle, yüreğimi kıracaksın birine. Cehennem. Adam beni kişini öldürer. Cehennemek. Kadınlar başımdan vurmacana vurdu. Dur. Nobel, non. Maintenant, j'adore le Mersey. 31, j'adore Merle Mizima şonkazımlı. 9'u dondu. Moskvanın etrafında 9'u dondu. Biz... Məhəbbət kimdir? Nətər yanı kimdə məhəbbət? Ay dünya. Nətər deyil. Kadın kimi. Mənə zəng gəlmişsə mən heç nə yox da. Çok duzsuz şutkadı. Bu hayatta qohum olduq biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqları. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz sanki. Hamız tanıdığım əziz qardaşıq biz. Biz mehriban bacanaqları. Ol ay bacanaq. Nə yaşıq ki belə bacanağın oldu mənim hər bir işimizdə. Bir-birinə dayağı bir yerdə olanda. Ölür həyatın acıları dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz mehriban bacanaq.